Deməli belə, proqramı tamamladıq biz qiymətləndirmə ilə. E, Bugündən təkrar xarakterli sınaqlar eləyəcəyik. Biraz çətin suallara baxacağıq. Bircə saniyə ki, hə, deməli belə, dərs sınaqları biraz çətindir bunlar, amma deyil, yazmaq olur. Ümumi sınaqlardan sonra da mənim sınaqlarımı işləyəcəyim. Onları artıq yazmaq olmur. Yeni hazırlamışam o ümumi sınaqları. Axşam müəllimlər 22 nəfərə 20 sualı 2 saat 30 dəqiqəyə işlədilər. Biraz çox çətin olub. Bunlar o nisbətdə asandır. Dəqiqən mümkündür. Müəllim şagirdlərin təşəbbüsünü inkişaf edir. Biz variantda düzgünü tapmalıyıq ki, o yuxarıdakının dərsi olsun. Bəli, bəli. Situasiyada səhv nədir? Müəllim uşağa imkan vermir də, yəni olmaz. Yəni onu çıxış etməyə icazə vermir ki, o birisi yaxşı danışır, o yaxşı eləsin. Bəli. İndi onun düzgünü hansıdır? Müəllim onun şərait yaratmalıdır, D bəndidir. Yəni müəllim Bəli, bəli. Fərdi inkişafının şərait yaratmalıdır, düzdür. .
Müəllim ki, dərsin sonunda yeni mövzunun izahına başlayır. İzahatdan sonra verilən tapşırıqların yoxlanması zamanı məlum olur ki, şagirdlərin əksəriyyəti mövzunun əsas məqamlarını düzgün qavramayıb. Müəllim dərsin əvvəlində yeni mövzunun izahını başlayır. Aha. Yəni məlum olur ki, şagirdlərin əksəriyyəti mövzunun əsas məqamlarını düzgün qavramayıb. Verilmiş situasiyada müəllimin fəaliyyəti ilə bağlı aşağıdakı hansı əsaslıdır? Əsas məqamlarını özü düzgün qavramayıb deyir. Hiss eləyir bunu. Verilmiş müəllimin fəaliyyəti ilə bağlı aşağıdakı fikirlərdən hansı əsaslıdır? yəni hansı fikri söyləyə bilərik də müəllimin fəaliyyəti haqqında. Biz düzgün olanı Səhv tapırıq nədir? da, yəni burada. Necə? Səhv nədir? Yəni müəllim bunlara tapşırıq verib, uşaqlar da bunu eləyə bilməyib də. Başa düşür ki, bunu düzgün qavramayıblar. Yəqin ki, düzgün izah nəsə eləyib ki, o düzgün qavramayıblar onu. Neyniyə bilər o? Nəsə iş qarışdırıb orada, baxaq görək neyniyib o. Müəllim dərsin əvvəlində sinifdə psixoloji rahatlıq və təhlükəsizlik mühiti formalaşdırmamışdır. Müəllim, biz müəllimin etik davranış qaydalarını keçməliyik. Onu videoda görmədim. Onu yerləşdirə bilərik. Yoxsa keçmişik onu ay Allah var. Ona baxmaq istəyirəm. Məncə yoxdur. Onu Yox, bu söhbətin. keçər. Onu siz əlavə O etsəz mən baxaram. O rahatdır əslində məncə, amma yəni bəzilərini bilirəm, ola niyə bilər düşməkdə onlardan. yoxdur? Sertifikasiyada ehtimal azdır, keçərik də. Ola bilər ki, yəni sertifikasiya düşə bilərək. Çünki şeydir deyə. İndi biz müəllimik də, ola bilər sual verə bilərlər ki, müəllim nəyi düz eləyir, nə bilim, nəyi səhv eləyir. Bilmirəm. Yerləşdirərəm. Yəni hər ehtimala özüm baxaram onu, yəni özüm eləməyə çalışaram onu. Müəllim dərsin əvvəlində sinifdə psixoloji rahatlıq və təhlükəsizlik mühiti formalaşdırmamışdır. Bu deyil. Müəllim dərs zamanı formativ qiymətlərindən istifadə etmədiyi üçün bu da deyil. Müəllim yeni mövzunu mənimsəməsi şagirdləri emosional baxımdan dərsə hazırlamamışdır. Müəllimcə idi. Buna heç bir uyğun gəlmir axı. Emosional niyə? Nə Uşaqlar bilim mövzunu başqaları. başa düşmür. Hə də Mövzu yəni idraki bir dənə o fəaliyyətdir. uyğun, müəllim bir dənə o uyğun gəlir. Yəni başqaları Yox, adı deyir ki, emosional uyğun gəlməz axı. Mövzunun öyrənilməməsi emosional deyil. emosional, İdraki fəaliyyətdir. amma Emosiya hissdir. bilirəm, amma o birisilər də heç uyğun gəlmir də. Məsələn, adı deyir ki, müəllim dərsinin planlaşdırılması zamanı Burada şagirdlər səhv birisi nədir? Burada müəllim izahatdan sonra tapşırığı verir. Tapşırığı yoxlayanda görür ki, uşaqlar başa düşməyiblər. Müəllim artıq bu tapşırığı verməmişdən qabaq öyrənməli idi ki, uşaqlar dərsi başa düşüb düşməyib. Yoxsa ki, tapşırıq verirəm, görürəm yazanmırlar, onda anlayıram ki, uşaqlar sən demə başa düşməyiblər. Aydındır, burada səhv budur. Burada düzgün müəllim dərsi keçə-keçə gərək dəqiqləşdirəydi. Demək müəllim yalanlarla keçib gedib, xəbəri olmayıb. Sonra tapşırığa keçib, uşaqlar tapşırığı yazanmayanda xəbəri olub. amma yəni biz digər variantları mən oxuyanda yəqin ki, hansısa variantda bir gözümdən qaçan nəsə olub, hamısı uzaq gəlir. Yəni heç biri yaxın deyil. Formatlı qiymətləndirici vasitələrindən istifadə etməyib ki, anlama səviyyəsini yoxlamayıb vaxtında. Yəni uşaq dərsi anlayıb yoxsa anlamayıb. Ona görə gedə baxır da tapşırıqda üzə çıxıb. Tapşırıqda uşağın yaza bilməməsi, anlamamasının üzə çıxmağı gecdir. Müəllim dərsi keçə-keçə o anlamanı yoxlamalı idi. Yo, əslində bəli də, yəni o birinci izah eləyir, sonra Yola verib də. yoxlayır. Biz tərəflərdə ona basma nədir deyirlər. Yəni indi də müəllimlərin yəni əksəriyyəti eləyir də bu reallıqdır, yəni kimdir Hə deyir. də bu Can yandıran insanlar çox azdır yəni. Mənim kimi. reallıqdır, indi Barselonalıqdır, nədir bilmirəm, amma səhv eləyib də orada tapşırıqlarda üzə çıxması gecdir artıq. Demək müəllim
e, mövzu izahında yoxlamayıb. Ona görə deyil. Səhv eləyib müəllim. Bildim. Yəni o birisi variantları əslində bildim deyil. Yəni bu C-də də emosional sözü mənə çox bilmirəm yəni ona görə. Amma bir səhv. 2 biri düz dedim, 2 səhv. Allah. 2-də hansı bəndə oldu? Başladı. Mən 2-də hansı Yox, bəndə oldu? Qeyd D, edeyim D. yoxsa D oldu 2-də də? Hə. Mən minus yazıb D yazıram. Bilim ki səhvdir daha, səhv demişəm. Bir də 3-ə baxırıq. Başlıqda səhv eləyəndə mənim əsəblərim korlanır. Heç xoşlamıram. Başlayan Sağdan kimi, başlayaq. bismillah eləyən kimi səhv eləyəndə xoşlamıram yəni. Arxadan başlayaq. Yo, səhv elədim axı yəni. Birincidə yaxşı ki düz başladı. İkincidə səhvdirsə motivasiyamı korlamayacağam. Müəllim dərsin gedişində şagirdlərlə fikir mübadiləsi aparır. Şagirdlər mövzu ilə bağlı müxtəlif fikirlər səsləndirirlər və müəllim bu fikirlər əsasında dərs prosesini davam etdirir. Şagirdlər mövzu ilə bağlı müxtəlif fikirlər səsləndirirlər və müəllim bu fikirlər əsasında dərs prosesini davam etdirir. Hmm. Müəllim, müəllim dərsin gedişində müəllim dərsin gedişində müəllim dərsin gedişində şagirdlərlə fikir mübadiləsi aparır. Şagirdlər mövzu ilə bağlı müxtəlif fikirlər səsləndirirlər və müəllim bu fikirlər əsasında dərs prosesini davam etdirir. Müəllim bu fikirlər əsasında dərs prosesini... Ay Allah, söz çatmır mənə. Uşaqlar fikir səsləndirdi. Müəllim bu fikirlər əsasında dərs prosesini davam etdirdi. Müəllim şagirdlərin fikirlərini dinlədikdən sonra mövzunun əsas məqamlarını sistemləşdirir və düzgün nəticəni təqdim edir. Müəllim səsləndirilən fikirləri təhlil edir, daha sonra əsaslı olanları önə çəkib qeyri-dəqiq cavabları izah edərək aydınlaşdırır. Müəllim şagirdlərin səsləndirdiyi fikirlərin müzakirə olunmasına şərait yaradır, suallar vasitəsilə düşünmə prosesini davam etdirir, nəticədə birgə formalaşdırılmasına şərait yaradır. Müəllim fikirlərin müzakirənin gedişini nəzarətdə saxlayır, lakin mövzunun məzmununu dərsin sonunda ümumiləşdirərək əsas nəticəyi açıqlayır. Müəllim mövzunu planlaşdırılmış ardıcıllıqla izah edir. Şagirdlər isə təqdim olunan məlumatları diqqətlə dinləyərək qeydlər aparırlar. Yəni D deyil, Y deyil. Müəllim şagirdin səsləndirdiyi fikirlərin müzakirə olunmasına şərait yaradır. Suallar vasitəsilə, orada sual vermir də, prosto. Sual vermir. Niyə? Uşaqlar mövzu ilə bağlı müxtəlif fikir səsləndirirlər. Sual Müəllim, verməsə də fikir demək olar. Yerdən danışırlar. müəllim sual verir onlara. Müəllim şagirdlərin səsləndirdiyi fikirlərin müzakirə olunmasına şərait yaradır. Suallar vasitəsilə düşünmə prosesini davam etdirir. Yəni burada sualı müəllim verir. Abi yenə başladılar. Vay. Mən pəncərəni bağlayım. Binanın həyətində o içində. Gezdirdilər. A bəndi deyil. Yox.
Yox, deyil, yəni xətt çəkirik demək istəyirəm. O deyil. Yazın deyil. Yox, yox, mən deyil deyirəm. A bəndə deyil. Sonra yəni siz dediniz o C-ni təsdiq eləyən kim oldu? Sadəcə mən C mənə çatmır deyə mən özüm o varianta getmək istəyirəm də. Məsələ Yəni o bilirsən, situasiyada biz xüsusiyyətləri kəşf eləməliyik. Daha sonra həmin situasiya ilə eyni mənanı ehtiva edən variant tapmalıyıq. Dərsin gedişində fikir mübadiləsi aparırlar. Fikir mübadiləsi varsa, demək şagirdlər fikirlərini bildirirlər də. yəni məni C-də çaşdıran bax belə deyim də. İndi öz fikirlərimi bilirəm. Mən B-də B ümumiyyətlə uyğun necə uyğun deyil. Çünki müəllim deyir səsləndirilən fikirləri təhlil edir. Daha əsaslı olanları önə çəkib, qeyri-dəqiq cavabları izah edərək aydınlaşdırır. Yəni müəllim Hə, bu orada səhvdir təsdiq də. eləmir də, yəni səhvdir. Bəli. Yəni C-ni də mən düz olmağa biz necədir? Məsələn, Y deyil, D deyil, A deyil, B deyil, C-dir. Amma niyə C-dir onu bilmirəm də. Yəni bu C-yə deyirəm gəlməyə çalışıram ki, səbəb nədir C-nin? Məni orada çaşdıran nə oldu müəllim? Burada deyir suallar vasitəsilə düşünmə prosesini davam etdirir. Yəni mənə orada sual verir söhbəti tutmadım da mən situasiyada. Sual vermə məsələsini tutmadım. Yəni imtahanda belə olsa məsələn çıxdaşla bəlkə də tapa bilərəm. Məsələn sualı başa düşməyəcəm. Əsas tapmaq deyil. Əsas tapmaqdır, tapdıq yəni. Müəllim şagirdlərin fikirləri əsasında dərs prosesini davam etdirir. Burada da deyir ki, suallar vasitəsilə düşünmə prosesini davam etdirir. Şagirdlərə sual verir, onlar da cavablayırlar və şagirdlərin nəticəni birgə formalaşdırmasına şərait yaradır. Yəni, birbaşa yol göstərmir də, onun vasitəsilə edirlər. Situasiyanın mətnindəki fəaliyyətin mahiyyəti ilə C variantındakı fəaliyyətin mahiyyəti bir-birinə uyğundur. Həmkarlar 9-cu və 11-ci sinif rəhbərlərinin nəzərinə təşkil edirəm. Hörmətli həmkarlar, diqqətli olun. Digər siniflər 1-ci sinifdən Bunlar bezdirirlər, nə qədər səs atırlar. Baxaq dördə mənim. C-dir. Onu düz saya bilərik əslində. Yəni düşünürəm onu düz saymaq olar. Yəni amma cavabı bilmədim də. Yəni prosto çıxa-çıxa gəldim, çıxdım ora. Yenə bəs edir. Hə. Müəllimin doğru fəaliyyəti hansıdır? Şagirdin fəallığını nəzarətdə saxlamaq məqsədilə onun daha çox müşahidəçi rolu yönəldilməsi və dərs prosesinə müdaxiləsinin minimuma endirilməsi daha məqsədə uyğundur. Deməli, deyir şagirdin fəallığını nəzarətdə saxlamaq məqsədi ilə onun daha çox müşahidəçi rolu yönəlməsi və dərs prosesinə müdaxiləsinin minimuma endirilməsi. Səhvləri tapaq. C səhvdir. B. C səhvdir. Hə, məhdudlaşdırmaq var. Yəni ona baxıram elə. Sinif daxili balansı qorumaq məqsədilə fəal şagirdin iştirakı azaldılmalı və digər yəni bu səhvdir. D də səhvdir. Bəli, azaldılmalı. Şagirdin sürətli cavab vermə tərzini onun yüksək hazırlıq səviyyəsinin göstəricisi kimi qəbul edilərək səhvləri öyrənmə prosesinin təbii hissəsi kimi qəbul edilir. Səhvləri öyrənmə prosesinin yəni sürətli cavab vermə yüksək hazırlıq səviyyəsinin göstəricisi kimi bir dəqiqə A-ya, B-yə bir də baxım. Şagirdin yüksək fəallığından istifadə edərək onu cavab verməzdən əvvəl düşünməyə, cavabını əsaslandırmağa və nəticəni yoxlamağa yönəldən təlim strategiyaları tətbiq olunmalıdır. Mənim A səhvdir.
Yox, uşağın müşahidəçi olmayan çox passivi var ki. Orada zaten qeyd edir ki, bu da minimuma endirir. O müdaxiləsinin minimuma endirilməsi uşağın olmaz ona eləmək yəni. Səhvdir də. Səhvdir müəllim, o deyil yəni. Hə də onun olmadığını demək istədim, o deyil yəni. Şagirdin yüksək fəallığından istifadə edilərək onu cavab verməzdən əvvəl. Ayda müəllim bu yəni nə bilim Y bəndə əslində birinci hissəsi mənə çaşdırır. İkinci hissəsi düzdür. İkinci hissəsi düz məni çaşdırır. İkinci hissəsi düzdür, birinci hissəsi məni çaşdırır. B bəndi nə deyir? Şagirdin yüksək fəallığından istifadə edərək, yəni yüksək fəallığından istifadə etmədiyində ümumiyyətlə biz hər şagirdə axı düşünməyə, cavabını əsaslandırmağa, yəqin ki, B bəndi səhvdir müəllim. Biz onu hər şagirddə eləməliyik, təkcə yüksək fəallığı olanlara yox. Demir ki, yüksək fəallığı olan. Şagirdin fəallığından deyir, istifadə elə. Və dərs oxumayan uşaqların fəallığı olmur. Ona görə çaşıram da. Müəllim, Y bəndi, belə deyim də, Y bəndinin birinci hissəsi səhvdir. Səhv. Çünki Orada sürətli cavab vermək hədə yüksək məntiqsiz hazırlıq səviyyəsi göstəricisi deyil. adamın belə hədə qəribə gəlir ki, bu düzgün deyil. Elə B deyil. bəndi də yəni də B bəndi nəsə də yəni o da bayaq ikinci, üçüncü sual kimi qaldı belə yəni. Ortada qalıblar onlar hansı. Görən imtahanda olsaydım hansını yazacaqdım. Çox maraqlıdır. Heç biri. Yo, yazardım. Hər bir halda mən sonda mütləq qərar qəbul edirəm. Boş sual saxlamıram. Miqdə ona görə məndə sertifikasiyada miqdə ona görə məndə kurikulumda 7 dənə düz qalmışdı. Hamısını ucundan tutmamısın yazıb getmişdim də yəni. 7 dənə düz özümə qaldı axırda. Silinə getmişdi. Dərs zamanı müəllim mövzunu izah edir. Və lövhədə məsələnin qəbul olunmuş ənənəvi elə bir çıqqıllaşdı hərfləri. Mənə elə gəldi. Yaxınlaşdırmışsın. Bu niyə belə oldu? Dərs zamanı müəllim mövzunu izah edir və lövhədə məsələnin qəbul olunmuş ənənəvi həll üsullarını nümayiş etdirir. Ənənəvi qəbul olunur. Müəllimin davranışı şagirdin öyrənmə mühitinə hansı mümkün təsiri göstərə bilər? Şagird öyrənməyəcək də müəllim elə davrananda. Şagird müəllimin gözləntilərinə uyğunlaşmaq üçün davranışını dəyişə və zamanla akademik nəticələrində mərhələli irəliləyişlər göstərə bilər. Bu cür rəy olsa şagirdə nə olacaq? Yəni o müəllim bu şeydir də, yəni inkişaf, yəni o pis rəydir də, yəni yaxşı rəy deyil cümləni qura bilmək. Yəni düzgün rəy deyil, düzgün rəy deyil. Uşaq orada həvəsdən düşəcək də, yəni. Qapalı düşüncə onu demək istəyirəm ki, yəni o şey oxumayacaq o. O zaman götürək. Mümkün təsir. Biz bu cür rəy versək nə olar? Mən baxıram. Deməli, şagird müəllimin gözləntilərinə uyğunlaşmaq üçün davranışını dəyişə və zamanla akademik nəticələrində mərhələli irəliləyişlər göstərə bilər.
Ay, səhvdir də ayda. Nə fikirləşirəm? A bəndə səhvdir. Üf. Şagird dərs zamanı daha sakit və passiv davranır. Öyrənmə prosesində emosional marağı tədricən zəifləyə bilər. Ayda bu gen emosional söhbətini salıblar ya bu söhbətin içinə. Ay. Bir dənə saxlayaq bunu. Zəhləm getdi bu emosiyadan da. Şagird akademik çətinliyi. Şikayət eləməyin, şikayət eləməyin. İmtahana düşür. Şikayət eləməyin. Cavabı tapmaq lazımdır. Şikayət yox. Cavabı tapmağa çalışıram zaten şikayət eləyirəm. Şagird. Sizə bunu tapmalıyıq. Başqa yolumuz yoxdur. Gətirib acil cavab verməyəcəklər. Zəhər olsun. Heç nə. Və təhsilin içinə əksədən. Azar olsun. Müəllimlər bildirlər. Şagird akademik. Şagird dərs zamanı. Əslində şagird dərs zamanı passiv olur, sakit olacaq, heç nə eləməyəcək. Amma emosional məsələsi mənə yenə də çatmır. Səhv qərar vermək istəmirəm. İndi C-yə baxıram. Şagird akademik çətinliyi şəxsi bacarıqsızlıq kimi qəbul edər, özünə inamı azalar, nəticədə öyrənmədən psixoloji olaraq uzaqlaşar. Ayda. Bu da ola bilər, yəni C ola bilər. Şagirdin dərsdə fəallığı azalsa da, müəllimin sistemli və ardıcıl izahları onun idrak inkişafını D səhvdir. Y də səhvdir. Yəni İnan səhv dediklərin biri çıxar. Müəllim, mən deyərdim ki, ay müəllim, C bəndidir. Bəli, C. Çünki bu qapalı düşüncəyə keçirəndə destruktiv rəydir, konstruktiv deyil. Uşaq başa düşür ki, sən demə mən bacarıqsızam. Özünə inamı azalar və psixoloji uzaqlaşma baş verir. Amma biraz sürətli baxın, çox gec baxırsınız. İmtahanda problem yaradar, ixtisasa vaxtınız qalmaz və yaxud da ixtisasa baxanda metodikaya vaxt qalmaz, çatdırmaq lazımdır. Qeydiyyat başlayıb Migə. Gördüm dünən. Bütün müəllimlər hamısı paylaşmışdılar. Müəllimin verdiyi hansı rəy effektiv hesab edilmir? Mətndə əsas ideyanı aydın şəkildə ifadə etmisən və arqumentlərin məntiqi aracılığında qurulub. Növbəti mərhələdə nəticə hissəsini bir qədər genişləndirsən, tapşırığın həllində düzgün strategiya seçərək mərhələli ardıcıl yerinə yetirmisən. Yazıda mövzuya fərqli yanaşma nümayiş etdirib fikirlərini əsaslandırmısan. Mətni daha səlis etmək üçün bəzi cümlələri qısaltmaq nə idi və durğu işarələrinə diqqət yetirmək faydalı olar. Cavabını cədvəl və ola bilər. Çıxışından mövzunu yaxşı mənimsədiyini hiss olunurdu və slaydlar məzmunu dəstəkləyirdi. Danışıq sürətini tənzimləsən və əsas fikirlərdə fasilə versən, auditoriya səni daha rahat anlayar. Tapşırığı yerinə yetirmisən və təqdimat prosesində əsas məqamlar yer alırdı. Bununla belə təqdimatın ümumi səviyyəsi gözlənilən standartlara cavab vermirdi. Və bu istiqamətdə özünü inkişaf etdirməyin əslində rahat sualdır. Y bəndi. Bəli. Yol göstərmir. Bəli, yol göstərmir. Yetdi. Buydu. Cavablar da çox idi. Şagirdlərdən biri dərsdə yüksək fəallıq nümayiş etdirir.
şagirdlərdən biri dərsdə yüksək fəallıq nümayiş etdirir, tapşırıqlara operativ reaksiya verir və liderlik təşəbbüsü göstərir. Mhm. Lakin tələsik yanaşma səbəbindən cavablarında mütəmadi olaraq məntiqi və ya texniki səhvlər müşahidə, ayda bu mənəm, yəni tələsik olur deyə həmişə səhv eləyirəm. Müşahidə olunur. Müəllim bu şagirdin fərdi xüsusiyyətlərini nəzərə alaraq təlim prosesini daha səmərəli təşkil etmək istəyir. Bu situasiyada müəllimin qəbul etməli olduğu ən əsaslandırılmış pedaqoji qərar hansıdır? Ay qız diqqətli ol dərsdə. Başqa heç nə eləməyəcəm. Şagirdin cavab vermə tezini müəyyən qədər məhdudlaşdıraraq onu müvəqqəti olaraq daha da hmm, ə, mhm. Yəni uşaq tələsikdir deyə tez cavab verir, səhv eləyir. Müəllim də onun bu xüsusiyyətini nəzərə alıb nə etməlidir? Nə etməlidir bu? Hansı olmalıdır bunun deyir. Bilemedim. Bu necə nəzərə alınır? Bir dəqiqə. Y deyil. C deyil. C-ni deyirdim müəllim. Hı? C deyil, C. C da değil. Bir saniye. Tims'ten mənə kimsə zəng edir. Bu səs kimə gəldi zəng edirlər. Adboy eləyim. Yox, 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 yox. Deməli, kimsə əli dəyib burada zəng knopkasına, bütün sınaq qrupuna zəng edir. A bəndi deyil. Cavab B-dir. A B deyil. bəli. Məhdudlaşdırma olmaz. B-dir cavab. Düşünmə vaxtı verir də, tələsir deyə deyir, düşünmə vaxtı verir ki, qoy götür qoy eləyib düz cavab versin. Ailəni bir-birinə qatmasın. Şagird suala səhv cavab verdikdə bəzi şagirdlər ona gülür və bu vəziyyət cavab verən şagirdin özünü narahat hiss etməsinə ayda. Əgər müəllim uşaqlar səhv cavab verəndə o da qoşulur, o uşaqlara gülür. Ya mənim sinifimdə elə olur. Kim səhv cavab verir? Digərləri gülən kimi o da başlayır onlara qoşulub gülməyə. Yəni növbəti fəaliyyətlərdə passivləşməsinə səbəb olur. Müəllim həm yaranmış situasiyaya operativ reaksiya vermək, həm də dərsin axıcılığını qorumaq istər. Bu halda müəllimin hansı davranışı pedaqoji baxımdan daha əsaslı hesab edilə bilər? Hı hı. Cavab D-dir. D. Hmm. A-da A-da deyir ki, xəbərdardır, intizam
Səhv cavabı özü Şagirdlərə, deyir, özü izah edir. Cavab verən özü şagirdlərə daha olmaz. diqqətli olmasını tövsiyə edir. Növbəti sualı başqa şagirdlərə, Başqa yəni də şey. uşağı Yedi də deyir ki, özünü pis etməyə dərhal müdaxilə etmir. Yəni o olmaz yəni. Dedim. Düzəltmə. Bir saniyə. Deyir ki, summativ qiymətləndirmə. Biz uyğunluğu tapmalıyıq. Summativ qiymətləndirmə təlim prosesinin müəyyən mərhələsinin sonunda şagirdlərin əldə etdikləri bilik və bacarıqların əvvəlcədən müəyyən olunmuş meyarlar əsasında ölçülməsi və rəsmi qiymətlənmə düzdür. Diaqnostik qiymətləndirmə əsasən şagirdin mövcud bilik səviyyəsini ümumi şəkildə müəyyənləşdirməyə yönəldiyi üçün onun nəticələri təlim fəaliyyətinin dəyişdirilməsində təsirsizdir. Bu əslində yəqin ki, bu yəni düz ola bilmirəm. Yəni sualı başa düşmürəm, şeyi başa düşmədim, cümləni çatmadı mənə. O birislərə baxım deyərəm onu. Yəni təsirsizdir. Təlim fəaliyyətini dəyişdirilməsinə fəaliyyət nəsə o hissəni tuta bilmədim. Şifahi və yazılı rəy arasında əsas fərq yalnız təqdim olunma formasındadır. Hər iki rəy növü məqsədinə və şagirdin inkişafına təsiri baxımından eyni xüsusiyyətlərə malikdir. Düzdür müəllim. Yəqin onların hamısı düzdür bunların. Bir dənə baxaq. 3 düzdür. 3-ü seçmirik də, yəni 3 düzdür. Formativ qiymətləndirmə şagirdin öyrənmə prosesini davamlı izləmək formativdə idi də, çətinlikləri vaxtını müəyyənləşdirməyə, müəllimə təlim strategiyasını dərhal uyğunlaşdırmaya imkan verir. Düzdür. İkincidə cavab yəqin 1-lə 2-dir, Y bəndidir. Zaten ikincidə mənə çatmayan şey oldu. Yox, səhv. Ayda. Ay. 3 necə düz ola bilər? 3-də deyir ki, yazılı və şifahi eyni xüsusiyyətə malikdir. Yəni hər Səhvdə ikisində, niyə müəllim, uşaqlar hər ikisində yaxşı deyil. olsun, desin. Uşaq bir gün ərzində bir dənə sizin dərsinizi keçmiş, uşaq 6-7 dənə dərs keçir, hamısında şifahi rəy verirsə, evə getsə, bu effektiv olacaq onun üçün. Evə gedir, hamısı yadından çıxıb. Bir dənə sonuncu dərsdə verilən yadında qalır. Yazılı olanda amma görür də gündəlikdə. Bu tərəfdən düşünməmişdim. Necə? O tərəfdən, yəni o aspektdən düşünməmişdim də. Üstdə eyni xüsusiyyətə malik deyil də, yazıda daha effektivdir, şifahi unudulur. Üstəlik də bir gündə bir dənə fənn olsa yenə yəni ki, yadda saxlayır. 6-7 fənn keçir uşaq. Hamısında verilən rəyləri necə yadında saxlaya bilər? Hansı müəllim nə demişdi? Bildim. Səhvdir. Cavab da elə 1-3-dür. On. Müəllim dərsin izahında şagirdlərin yaş və idrak xüsusiyyətlərini nəzərə alaraq əvvəlcə yeni mövzu ilə bağlı konkret nümunələr təqdim edir.
Bir neçə nümunə üzərində işlədikdən sonra şagirdlərə belə bir sual ünvanlayır. Bu nümunələr arasında hansı ümumi nəticəyə gəlmək olar? Şagirdlər müxtəlif ehtimallar irəli sürür və müzakirə nəticəsində əksəriyyət düzgün ümumiləşdirmə aparır. Hmm. Dərsin izahında şagirdlərin yaş və idrak xüsusiyyətlərinin nə? Axı bir sinifdə uşaqların hamısı eyni yaşda olur axı müəllim. Yəni bu İdrak xüsusiyyətləri fərqli olur da. mövzu ilə bağlı konkret nümunələr təqdim edir. Bir neçə nümunə üzərində işlədikdən sonra şagirdlərə bunun hmm, hmm, induktivdir. Bəli. Hardan bildin induktivdir? Burada bir dənə izah edəcəm. Deyir ki, nümunələr əsasında induktiv yanaşma təqdim. Burada da deyir ki, konkret əvvəlcə yeni mövzu ilə bağlı konkret nümunələr təqdim edir. Bir neçə nümunə üzərindən işlədikdən sonra şagirdlərə belə bir deyir, bu nümunələr əsasında hansı ümumi nəticəyə gəlmək olar? Bəli. Nümunədən ümumi nəticəyə gəlmək induksiyadır. Havalı. Aferin, başım işləyir. Başım elimdən başqa hər şey işləyir. Anam mənim uşaq vaxtı ilə elmə işləyir başını deyirsən. Oturub dərs oxusan 700 bal yığarsan. Verilmiş fikirlərdən hansı yanlışdır? Yenə də o şey düşüb ortaya ora. Düzdür, hansı yanlışdır? Müəllim təlim fəaliyyəti ilə təşkil olunur ki, şagirdlər qarşılaşdıqları real problem situasiyalarını əvvəlki bilik və təcrübələrinə əsaslanaraq şərh edir. Müəllim təlim fəaliyyəti ilə elə təşkil olunur ki, şagirdlər qarşılaşdıqları real problem situasiyalarını əvvəlki bilik və nəticələrinə əsaslanaraq şərh edir. Ola bilər. Nə bilim mən. Söhbət nədən gedib başa düşmürəm. Müəllim öyrənmə prosesini şagirdlər arasında məqsədyönlü qarşılıqlı əlaqə üzərində qurur. Bu zaman qrup üzvləri rolları bölüşdürürlər. Qərarları birgə qəbul edir və əldə olunan nəticələrə görə həm kollektiv, həm də fərdi məsuliyyət daşıyırlar. Məqsədyönlü qarşılıqlı əlaqə üzərində qurur. Zaman qrup üzvləri. Ay, otura bilmirəm, çox doldu belim. İmtahana nə qədər oturacam bilmirəm mən. Bitirib vurub çıxarsınız da, sonra şimdi günorta seansına girərsiniz. Mənim doğrudan belimdə ağrı var. Yəni çox oturanda ağrıyır. Səhərdən yəni durmuşam, tezdən dərs oxuyurdum. Ölürəm hal-hazırda. Dayana bilmirəm. Narahat olmayın. Məndə də var, zülüm çəkirəm. Gedim inşallah. Öyle qutarsaydım bir də qutarardı bu belimin ağrısı. Bundan istifadə edirəm də, belə bir şeydir. Yox, məndə şeydir, qrijaya meyillikdə həkim mənə idman yazıb, dedim imtahandan sonra, imtahana qədər qırılsa da heç yerə getməyəcəm. İdman üzgü falan yazıb mənə. Yəni ki, MRT-in kağızı ilə gedəcəm müəllimin yanına, idman müəlliminə. İdman müəllimlərində nəsə də o zala gedəcəm, orada o mənə başa salacaq, nə idman eləyəcəm falan filan. Hələ ki o şey deyə bilmirəm onu. Deməli,
ola bilər o da. Şagirdlər icra etdikləri fəaliyyətin nəticələrini təhlil edir. Hayda, bu nədən söhbət gedir? Mən səhvi tapmalıyam da bu, yəni C-yə qədər oxudum, əksində C hamısı mənə düz gəlir, bilmirəm. Bir də təkrar qayıdıb baxmalıyam. Bir də D ilə yeni də oxuyum. Müəllim sinifdə vahid iş tempini və standart icra qaydalarını qoruyur. Bütün şagirdlər üçün eyni məzmunlu. D bəndi səhv oxşuyur. Şagird yönümlü müasir dəstə müəllimi rolu bilikləri birbaşa ötürməkdən daha çox öyrənmə prosesini istiqamətləndirməkdir. Mən də bu prosesdə şagirdlərin fəal iştirakını müstəqil qavramalarını D-dir cavab. Bəli. Bu səhv. Səhvdir, bəli. Olmaz. Yəni o Vahid iş tempini qoruyur, standart icra hamıya eyni. eyni deyil, bəli. Bütün şagirdlər üçün eyni məzmunu tapşırır. Biz deyirik axı diferensiallaşma eləmək lazımdır. Eyni məzmun hamı üçün keçərli deyil. Düzdür. Halal olsun. Deməli, müəllim dərsdə 12-ni müəllim dərsdə şagirdləri qruplar şəklində fəaliyyətə cəlb edir. Deməli, müəllim dərsdə şagirdləri qruplar şəklində fəaliyyətə cəlb edir. Şagirdlər irəli sürülən məsələn. Ayda bunlar imkan versələr mən dərsə qoşulacağam. Bir dəqiqə çox üzr istəyirəm. Müəllim, irəli sürülən məsələ ilə bağlı fikir mübadiləsi aparır. Arqumentlərini əsaslandırır, ortaq qərara gəlməyə çalışırlar. Müəllim isə prosesə yalnız istiqamət verici suallarla müdaxilə edir. Ünsiyyəti tənzimləyir. Dərsin sonunda görülən işlər müzakirə olunur. Müəllim dərsdə şagirdləri qruplar şəklində fəaliyyətə şagirdlər irəli sürən məsələ ilə bağlı mübadilə aparırlar, fikir mübadilə, arqumentlə əsaslandırırlar, çalışırlar. Ünsiyyəti tənzimləyir. Aha. Beynim yoruldu. Şagirdlərin tapşırığa şəxsi yanaşmasını gücləndirir. Fəaliyyəti nəticə yönümlü təqdimatın nümunəsi tamamlanmasını neyinir tapşırığı? Şagirdlərin tapşırığa şəxsi yanaşmasını gücləndirir. Nəticə yönümlü nə deməkdir? Onlar bilmirəm da. Dərs prosesində nizam-intizamı qoruyur. Müzakirələrin müəllim tərəfindən müəyyən olunmuş çərçivədə aparılmasına. D bəndi səhvdir yəqin ki. Nə bilim. C bəndə səhvdir. Yəqin ki. İndi o birislərə baxaq görək. Şagirdlərin mövzu üzrə əldə etdikləri nəticələri müqayisə edib ümumi nailiyyət səviyyəsini müəyyənləşdirməsini. Yəni səhvdir mən. B də səhv oxşuyur. Bunların hamısı səhv oxşadı. Nə oldu ki? A-ya oxşuyur biraz, düzə oxşuyur A. Daha çox düz oxşuyur A müəllim. Ola bilər ki, hə? Səhvdir? Səhv. Bəli.
İyi. Nə bilim, yed onda, bilmirəm axı. B bəndə düz gəlmir axı, mənim beynimdə yoxdur B. Bəlkə B-dir. Müqayisə edirlər axı onlar. Nə edirlər? Müqayisə edirlər onlar, məsələn. Hə, mən bilmirəm bunu. Yazmayacağam bunu. B-dir. Və çıxmaq qoydum da. B-də mən niyə görmürəm çıxmağı? Aa, bu tərəfinə qoy. Mən o qədər yaxınlaşdırmışam, gözümə girir B. Aa, Y-yə də çıxmaq qoymusunuz. Mənim çıxdığım variantlardan biridir, ay Allah. C-dir müəllim. Hə, C-dir. Da. Mən siz o Ya, işarə qoyanda mənə deyin ki, mən oraya işarə qoymuşam. Görmürəm axı, düz yaxınlaşdırmışam mən. oxumursunuz, yaxşı oxumursunuz situasiyanı, ona görə variantlar asandır. Situasiyaları yaxşı oxumursunuz. Şagirdlər ilə süllənməsi ilə bağlı fikir mübadiləsi aparır. Fikir mübadiləsi, arqumentlərini əsaslandırırlar, ortaq qərara gəlməyə çalışırlar. İndi baxırıq, əsaslandırılmış qərar vermə, əsaslandırma var, var. Fikir mübadiləsi, müzakirə, arqument əsaslandırma, tənqidi düşünmədir, düşünmədir. Qruplar şəklindədirlər, bu da əməkdaşlıqdır. Ola bilər mənim indi, yəni Düz onlar oxumursunuz da, situasiyanı belə başdan sona Allaha pənah oxuyursunuz. Variantları düz oxuyursunuz, o da situasiyanı oxumayanda variantlar mənasız olur da, elə əldə qalır. O situasiyaya düz oxumaq lazımdır ki, bu variantları yaxşı oxuyanda hansını saxlayaq, hansını çıxaq bilməliyik. başa düşdüm. Heç nə. Bir dəfə situasiyanı yaxşı oxuyun, görəcəksiniz fərqi. Nə çıxır sualdır bu şərtin. İnanın. Bunu yaxşı oxuyaram müəllim. İlk cümlə bunu yaxşı oxuyacağam. Hə, müasir pedaqoji yanaşmadır. Bu da ki, mənim ən xoşlamadığım mövzudur. Dərsin yekununda müəllim şagirdlərdən mövzu üzrə nəticə çıxarmamasını və ilkin fikirləri ilə son qənaətlər arasında fərqi müəyyənləşdirməyini istəyir. Hə, ifadə etməməyini. Aha. Hı hı. Hı hı. Ola bilməz. Ola bilməz. Bunların hamısı düz oxşuyur. Yəni biraz C bəndə biraz dolaşıqdır, amma bir dənə D-yə Müasir yanaşmalardan biri deyil də, biri. Yəni baxıram. köhnə yanaşmadır. Bəli, bəli, bəli. Baxıram, mənim dərsdən şəklində alternativ Hansıdır? tapşırıqlar təqdim edən onları tərəfindən izah etməlidir. Deyəcəm mənim. Mən C-ni fikirləşirəm, amma bilmirəm ha, hələ fikirləşirəm yəni. Hə, təqdim edir, şagirdlərin istədiyini ifadə etmələri üçün şərait yaradır. Müəllim bu müəllim şagirdin mövzuya nəticə çıxarmasına və ilkin fikirlərinə. Bu A bəndə düzdür. Yəni A bəndə düzdür deyəndə A-nı yazmırıq da, yəni o düzdür. Müəllim dərs prosesini şagirdlər arasında qarşılıqlı əlaqə üzərində qurur. Biliklərin birgə fəaliyyət nəticəsində formalaşmasına şərait. Mənim C-dir cavab. C. Bəli. Ayda. Çərçivəyə uyğunlaşdırmaq müasir yanaşma olmazdır, o köhnədir. Situasiyanı düzgün oxudu. Bir cümlə idi deyə tez başa düşmək olur mənim. Bu düzgün oxuyan tapasınız. Düzgün oxuyanda hamısı tapası şeylər. Yoxsa bir olur. Mən.
Müəllim formativ qiymətləndirmə zamanı müşahidə edilir ki, şagird akademik göstəricilər baxımından orta nəticə nümayiş etdirsə də, hı -hı, öz öyrənmə fəaliyyətini təhlil edir. Hı -hı. Güclü özəl tərəfindən əsaslandırılmış şəkildə qiymətləndirir və refleksiv yanaşma nümayiş etdirir. Hmm. Yeah. Müəllim formativ məlumatı. Mən sualı oxuyan, sual uzun olanda şərti, mən onu başa düşmürəm, heç çatmır mənə. Qısa olanda variantlardan əlləşib tapa bilirəm. Amma belə uzun olanda situasiya, başlıqda, yəni sual oxuyanda yoruluram. Başlayıram variantların üzərində işləməyə, görüm hansıdır o. Problem odur. Yəni 4 dəfə oxudum, başa düşməmişəm hələ də. Müəllim formativ qiymətləndirmə zamanı müşahidə edir ki, şagird akademik göstəricilər baxımından orta nəticə nümayiş etdirsə də, öz öyrənmə fəaliyyətini təhlil edir. Güclü və zəif tərəflərini əsaslandırmış şəkildə qiymətləndirir və refleksiv yanaşma nümayiş etdirir. Aha. Hmm. Müəllim şagirdin akademik nəticələri orta səviyyədə qaldığı müddətdə onun reflektiv mülahizələrini motivasiya edici, müəllim şagirdin öz öyrənmə müəllim şagirdin öz öyrənmə prosesini şüurlu şəkildə təhlil etməsini inkişaf potensialı kimi qəbul etməli. Hmm. C bəndi səhvdir. Biraz yuxarı eləyək Y bəndindən görüm də olar mənim. Hmm. Hayda. Ay mən bunu başa düşmürəm. Bu yəni bilmirəm, D bəndidir ki, cavab bilmirəm. Reflektiv yanaşmadır. Deyir ki, yəni şagird orta nəticə olsa da, amma özü öz fəaliyyətini təhlil eləyə bilir, güclü və zəif tərəflərini bilir. Refleksiyadır da özü. Aha, bu vəziyyətdə müəllim hansı pedaqoji qərarı daha məqsədə uyğundur? A-da deyir ki, müəllim şagirdin refleksiv bacarıqlarını nəzərə alsa da, qiymətləndirmə prosesində əsas diqqəti akademik göstəricilərə verməli və qərarlarını yalnız ölçülə bilən nəticələr əsasında formalaşdırmalısa, bu düzdür da, yəni bu düzdür da, yəni belə eləməli deyil. Onun akademik Diqqəti nəticəsinə akademik baxmalı göstəricilərə deyil. vermir. Yalnız ölçülə bilən nəticələrə vermək nədir? Yəni qiymət yazmır buna aşağı. Axı deyir nəticəsi olsadı. Yalnız ona fokuslamaq düzgün deyil axı. Biz refleksiya prosesində dönüb geriyə öyrənmə prosesinə baxırıq. Biz uşağın paraqrafın içində nə etdiyinə baxmırıq. Refleksiya akademik bacarıqlara yox, yəni dərsə yox, prosesə dönüb baxmaqdır. Hmm. Paraqrafa yox. Ona görə A çıxır. Bayaq demişdim A deyil elə. Bayaq demişdim A deyil. Məqsədə uyğun saymamalıdır, B də çıxır.
Akademik təlim nəticələrini əlaqələndirmə. Əlaqələndirmədən. Müəllim deyini fikirləşirdim, bilmədim. Amma bir yerə baxa bilmədim. Bir dəqiqə. İkinci dərəcəli səhvdir. Ayda, deyini düz demişdim. Ayda, müəllim, birincidən D demişdim. Deyin düzdür da. Yalandan deyirəm, D-yə oxşuyur müəllim. Oxşuyur deyəndə siz düz qəbul edin onu. Yerdə hər şey düzdür da. Prosesə şuurlu fikir verin, öyrənmə prosesini. Akademik bacarığı yox, prosesi şuurlu şəkildə təhlil etməsini, inkişaf potensialı kimi qəbul etməli, effektiv və fərdləşdirilmiş strategiya tətbiq etməlidir. Yəni mən prosto bilmirəm, orada nəyi tutdumsa, bilmədim nəyi tutduğumu. Prosto onu dedim yəni. Çox əmin deyildim. Bilmirəm, imtahanda yəqin ki D-ni yazardım mən. Orada sizdən soruşa bilməyəcəm, ona görə D-ni yazardım. Çağırıb nəzarətçidən arada soruşaram ki, çağıraram ki, Ülvi müəllimi əvəz eləyə bilərsiniz bu günlük siz. Ayaqqabımızı geyinə bilər, amma yerişimizi yeriyənməz. Yoxsa oxsa şeydir. Bizdə uşaqlar var idi şeydə. Keçən dəfə də bu kurikulumda uşaqlar var idi. Deyirdilər ki, şeydə Mahirə. Deyir müəllim, siz oxuyanda biz tapırıq, siz oxumayanda biz tapırıq. Mahir də deyir ki, ya mən deyir imtahanda sizin yanınızda olmayacağam. Yaxşıdır bu da özünüz oxuyun, özünüz də tapın. İndi müəllim mən sizi aparım gərək özümlə. Siz Mən də yaza bilmirəm. yox, siz oxuyarsınız səsli. Mən sizin səs tembrinizdən tutacağam söhbət nədən söhbət gedir. Hə, 15 belə. Deməli. Müəllim şagirdlərə layihə tapşırığı verir. Yəni bunu keçən dəfə də atmışdınız. Hər dəfə atırsınız, amma məndə nəticə yoxdur hal-hazırda. Mən gələn həftə biraz daha rahat olacağam. Bu həftənin sonu daha doğrusu. Çalışacağam metodikaya vaxtda. Uşaq evdədir deyə, indi yox da, yəni evdə olur deyə mən çox başım şişir axşamlar oxuya bilmirəm. Deməli. Müəllim şagirdlərə layihə tapşırığı verir və onların işi mərhələli şəkildə təşkil etməyi müəllim onların işi mərhələli şəkildə təşkil etməyi, prosesə nəzarət etməyi və nəticəni əsaslandırılmış şəkildə dəyərləndirməyi tələb edir. Bu gözləntiləri qoymaqda müəllimin əsas pedaqoji məqsədi nədir? Nədir? Deməli, müəllim neynir? Layihə tapşırığı verir, onların işi mərhələli şəkildə təşkil etməyini istəyir, prosesi nəzarət etməyi, nəticədə əsaslandırılmış şəkildə o nə qədər şey istəyir. Ay da, adam bir dənə şey istəyir da, bəsdir da. Çox da başı qarşıdır. Müəllim, valla bu layihə tapşırığı da verdi, işi mərhələli şəkildə. Ona görə çox şey istəyir cavabında bizdən. Nəticələnmiş şəkildə dəyərləndirməyi tələb edir. Bu gözləntiləri qoymaqda müəllimin əsas pedaqoji məqsədi nədir? Şagird öyrənmə fəaliyyətini inanmıram şuurlu şagird çıxa bu zaman. Nəsə təmin etmək, özünü tənzimləmə. Şagirdin layihə fəaliyyətinə qarşılıqlı asılılıq və paylaşılmış məsuliyyət, nə bilim, şagirdin əvvəlki bilik və təcrübələrin layihə prosesi zamanı yeni struktura. Şagirdlərin fəaliyyət nəticələrini əvvəlcədən müəyyən olunmuş meyarlarla müqayisə edərək əsaslandırılmış özünü qiymətləndirmə. Cavab aldı müəllim. Niyə?
Çünki o birisi cavabların heç biri uyğun gəlmir. Vay. Müəllim uşaqlara layihə verir. Onlardan işi mərhələli şəkildə təşkil etmək. Eee, pu- B-də Prosesin deyir ki, əvvəl B-də deyir ki, şagirdlərin layihə fəaliyyətini qarşılıqlı asılılıq və paylaşılmış məsuliyyət prinsipləri əsasında nəsə əməkdaşlıq mədəniyyəti möhkəmlənir. Bəlkə C-də deyir ki, şagirdlərin burada əvvəlki biliklər, yəni istərsən. şagirdlərin icra prosesində qarşılıqlı çətinliklərə uyğun olaraq, burada da çətinlik zad yoxdur da, yəni strategiyalar dəyişmələrini təşviq etməklə, adaptiv nə bilim, etməklərini, şagirdlərin fəaliyyət nəticələrini əvvəlcədən müəyyən olunmuş meyarlara müqayisə edərək əsaslandırılmış özünü qiymətləndirmə bazarının deyə bəndə deyil. Adı. Düz. Mənim bəs niyə deyirsiniz o deyil? Yox, onları izah eləmək Soruşurdum burada. Onları izah eləmək istəyirdim ki, ora qədər görək necə çıxarmısınız variantları. Sən çıxanda deyərsən də, mən çıxacağam. Bir dəqiqə mənim. Aşağıdakılardan müəllimin hansı fəaliyyəti şagirddə problem həll etmə bacarığının formalaşmasına xidmət etmir? Aşağıdakılardan müəllimin hansı fəaliyyəti şagirddə problem həll etmə bacarığının formalaşmasına xidmət etmir? Etmir deyir. Aha. Müəllim problemi mərhələlərə ayırır və hər mərhələdə şagirdin qərar verməsinə şərait yaradır, lakin yekun nəticəni birlikdə ümumiləşdirir. Müəllim problemi şagirdlə birgə həll edir, lakin əsas qərarlarının şagird tərəfindən verilməsinə şərait yaradır. Düşündüyü addımı seçməyə təşviq edir və öz düşüncə prosesini ifadə etməsi istəyir. Cavab Problem həll etmə deyir, ha, diqqətli olun. Müəllim D-dır. D. D. Mhm. Olar. Burada problem həll etmə deyil də. İki fərqli mənbədən eyni mövzuya aid məlumat təqdim edir. Onlar hansı mənbənin etibarlı olduğunu anlayırlar. Burada problem həlli yoxdur axı. Daha etibarlı hansıdır onu müəyyən etməkdir. Bəli. Aha. 17. Müəllim müşahidə edir ki, şagird dərs zamanı suallara cavab verməzdən əvvəl müəyyən müddət düşünməyə ehtiyac duyur, lakin cavab verdikdə arqumentlərini məntiqi ardıcılıqla əsaslandırır və mövzunun ümumi çərçivəsində başlığı yadımdan çıxdı. Müəllim müşahidə edir ki, şagird dərs zamanı suallara cavab verməzdən əvvəl müəyyən. Peki ürəyimdə oxuyun.
Yadımdan çıxmaz onu. Mən möhkəm oxuyanda yadımdan çıxır. Qaçır sözlər hamısı o tərəf bu tərəfə. Yəni olmadı. Müəllim müşahidə edir ki, şagird dərs zamanı suallara cavab verməzdən əvvəl müəyyən müddət düşünməyə ehtiyac duyur. Lakin cavab verdikdə arqumentlərini məntiqi ardıcıllıqla əsaslandırır və mövzunun ümumi çərçivəsini dəqiq şəkildə ifadə edir. Müəllimin daha məqsədəuyğun pedaqoji qərarı hansıdır? Şagirdin cavab vermə sürətini artırmaq məqsədilə ona qısa və konkret suallar ünvanlayaraq səhvdir. Şagirdin cavablarının keyfiyyətini nəzərə alaraq onun sinif qarşısına daha tez-tez çıxış etməyə, şagird düşünmək üçün vaxt verməklə yanaşı analiz və ümumiləşdirmə tələb edən tapşırıqlar vasitəsilə onun potensialını məqsədyönlü şəkildə inkişaf etdirir. Şagirdin dərs zamanı az danışmasını əsas götürərək qiymətləndirmədə əsasən yazılı tapşırıqlara üstünlük verir. Yox. Şagirdin cavab vermədən əvvəl tərəddüd etməsinə məlumat azlığı kimi. Y bəndi səhvdir. Bəri başdan. A səhvdir. Şagirdə düşünmək üçün vaxt verməklə yanaşı analiz və ümumiləşdirmə tələb edən tapşırıqlar vasitəsilə şagirdə düşünmək üçün vaxt verməklə, nəsə bunun başını buraxım, D-yə baxım. Şagirdin dərs zamanı az danışmasına əsas götürərək qiymətləndirmə əsasının Axı uşaq az danışmır. Müəllim D səhvdir də. Yəqin ki. Yox da az danışmanı əsas götürmək. Cavab C-dir müəllim. Olar. Tez səhvdir burada. Sözdür. Neçə dənə düzümüz var? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13 dənə düzüm var. 3 dənə bir səhvim biri gözümdən qaçıb. 3 dənə də səhvim, 4 dənə, 1, 2, 3 dənə səhv, 4 dənə səhvdir, 13 dənə düzdür. Üçünü də hələ baxmamışıq. Kesin 7 dənə səhvim var idi. 13 dənə düzüm var idi. Geçən dəfə nə işləmişdik bəs 20 sual? Bilmirəm amma hansıydısa, amma bu deyildi. Ne ola bilər ki, bu idi, mən eyni suallar geri zəkalı kimi 2 dəfə də səhv edirəm. Ama yaxşıdır en azından sayı artıb. Yəni yox, deyildi. Bu olsaydı tanış gələrdi birinci suallar. Vay vay vay. İndi də biri yazıb ki, müəllim deyir, sertifikasiya hazırlıq qrupunuz var. Yatıb indi oyanıb. Ay 16 günə, 16 gün nə verəcək gəlsin? 16 günə valla nə bilim. 16 bugün ayın 3-üdür. Ayda 15 günü, 14 gün hətta 18-ni saymırıq. Onlarda ayın tarixi dəyişə bilər. Aha, haydi. Aha, əla.
Hay Allah. Ay. YouTube'da videolara baxacaqdım. Görüm yerləşdirdiyim eyni suallara baxarım. Vay vay. Təsəvvürün eyni suallara baxırıq. Yo, eyni deyil də mənim. Yo, keçən dəfə yazmamışdınız axı. Hə, yazmamışam mən. Yəni, heç Allah. Yox, yox, eyni olmaz. Daha neymiş? Yo, eyni olmaz məncə də. Yəni eyni olsaydı biz sualların bir-ikisi tanış gələrdi heç olmaz. Heç biri tanış deyil yəni. Eyni olsa nə olacaq? Heç nə olmaz, heç kimə deməyin. Məndən səs çıxmaz mənim. Mikrofon qoyub çıxıram sənə indi. Heç kimə deməyin ki, 2 dəfə işlədim. 2 dənə artırmışam. Müəllim artırmamışam axı. Yox. Ay müəllim 3 7 sual, dən. 3 sual qalıb da. Üçünü də səhv taparsınız. Birini düz taparsınız da yəqin. Yəni üçün yox müəllim 4 dənə səhvim çıxıb. Keçən dəfə 13 dənə düzüm çıxmışdı 20 dənədən. 7 dənə səhvim çıxmışdı. İndi də ki hələ ki deməyim də tam olaraq 4 dənə səhvim var, artmasın. Hə da 13-dür də. İndi bu 3 dənədən bir dənə düz tapsaz keçirsiniz də keçən dəfəki. Müəllim bir dənə niyə tapıram? Üçün də düz yazacağam. Siz də mənə laf şey elədiniz ya. Yaxşı rəvan oldu. Öpürəm, sağ ol. Deməli, hamı istəyir ki, mən sertifikasiyadan qiymət almayım özümə. Hamı üstümə gəlir ki, ora gedək, bura gedək, ora gedək, bura gedək. Oturub dərs oxumağa imkan vermirlər ki, özümə. İnanmıyorum, bax, inanmıyorum. Demişəm telefonu söndürüb başıma atacam, dərs oxuyacam. O da eləyə bilmirəm daha. Yaxşı deyə, biraz başımı da ata bilmirəm. Başım. Keçib gedəcək bir neçə günə. Yəni ağrı daha çox ümumiyyətlə zədələrdə daha çox ağrı bir həftə olur. Ağrı kəsici falan yazıb da sizə yəqin ki. Üstü çölü gedir, içi ağrıyır, başımın içi Keçəcək də, o da keçəcək. O da keçəcək. ağrır. Hamısı keçəcək. Hamısı keçəcək. Neydi adı? Spazmadan atıram bütün günü. Spazmoqon çox ağrı kəsici, çox da kömək olar ki, Başım ağrısın, başqa heç nə kəsmişim. Kofen. Kofen çox qəşəngdir. Yaşıl dərman var, jelatin kimi. Mən ümumiyyətlə ağrı, yəni ağrıyanda dərman içəndə keçmir sözün açığı. Mən ağrı kəsici vurduram. Əsəblərim çox oyaqdır, təsir eləmir. Təsir eləmir dərman. Yəni Spazmadan. evdə var amma mən içən deyiləm yəni. Mən də olmalıdır. Atam içir demiş onu. Deməli, sinifdə keçirilən yazı tapşırığı zamanı şagirdlərdən biri mövzunu digərlərindən fərqli istiqamətdə. Sinifdə keçirilən yazı tapşırığı zamanı şagirdlərdən biri mövzunu digərlərindən fərqli istiqamətdə işləyir və təqdimat zamanı öz fikirlərini aydın şəkildə ifadə edir. Müəllim təqdimatı dinlədikdən sonra şagirddən onun seçiminin səbəblərini soruşur. Sinifdə keçirilən yazı tapşırığı zamanı şagirdlərdən biri mövzunu digərlərindən fərqli işləyir. Aydın şəkildə müəllim təqdimatı dinlədikdən sonra şagirdlərin onun seçiminin səbəblərini soruşur, fikirlərini əsaslandırmalarına imkan yaradır. Daha sonra müəllim tapşırığın məqsədi ilə şagirdin yanaşması arasında əlaqə quraraq siniflə paylaşır. Verilmiş situasiyada müəllimin fəaliyyəti ilə bağlı düzgün müəllim
Başım getdi. Müəllim tapşırığın icrasında bütün şagirdlərin eyni yanaşmasını, ayda sualı başa düşmədim. Müəllim, bir də 19-a baxaq, sonra qayıdaq da. Bu çox uzundur. Başım apardı. Sual xoşum gəlmir çox uzun suala heç. 19 da olmuyor belə. Onun sualı başa düşməyəndə mən dəyişirəm, sonra yenidən qayıdıb baxıram. Çünki beynimi çox yormaq istəmirəm də həmin sualla. Yəni 19-a deyir müəllim sinifdə müxtəlif hava şəraiti, yağışlı, küləkli, şaxtalı, günəşli. yağışlı, küləkli, günəşli, şaxtalı əks etdirən şəkillər nümayiş etdirir. Şagirdlər bu təsvirləri müqayisə edərək hansı geyim seçiminin hansının uyğun olmadığını müəyyənləşdirir. Daha sonra bu vəziyyətdə uşaq necə geyinməlidir və səncə bu seçim niyə doğrudur suallarına cavab verərək mövzunu şəkillər üzərindən mənalandırır. Aşağıdakılardan hansı verilmiş situasiya ilə pedaqoji yanaşma baxımından uyğunluq təşkil edir? Hmm. Hani bir daha baxaq Y-yə də. Aşağıdakı görünmür. Mahiyyətinə uyğun gələni tapmaq lazımdır. Bəli, bəli, bəli. Şagird sinifdə təşkil olunan praktik Yəni kurslar. müəllimin situasiyada elədiyin nədirsə, onun bənzəri olmalıdır aşağıda. Müəllim situasiyada nə edir? Deyir onların geyimlərini deyir, hansı deyir uyğundur deyir. Geyim seçiminin verir, sonra uyğunu, suallar verir. hansının uyğun olmadığını, sual verir. Variantda eyni şeyi tapmalıyıq. Y bəndi deyil. Deyillərdən başlayır. Yəni, Suallar verən hansıdır? Konkret bir dənə baxaq da. sualları müəllim verir. Yəni burada müəllim D-də, yəni deyir orada terminləri əzbərləyir. O elə şey yoxdur da orada. D səhvdir. Anlayış xəritəsi qurur səhvdir. Şagirdlər sinifdə təşkil olunan praktik görüşədə mövsümə uyğun geyimləri seçərək onları geyinir və uyğunluq fiziki fəaliyyətə. Mənim səhvdir C. Geyim orada geyinmirlər, sadəcə şəkillər var idi. Yox, mahiyyətinə uyğun cavab budur da. Adı C-ni Yanaşma baxın. mən tapacaqdım. C değildi müəllim, C-ni değildi dedi. Hə də, mən də C-ni çıxardıranda B qalır da. A-nı hələ çıxartmamışdım da, baxırdım müəllim. O düz saymadım, düz saymadım. A-nı- Düz saymadım. Anı elə şeyə görə Deyim qayda, D-lə eynidir də o. Mən burada baxmamışdım da əzbərləyir müəllim dedi, orada burada da. yadda saxlamaq deyir, eyni şeydir. Mən bunu düz sayım, səhv sayım müəllim. Heç nə saymayım. Düz. Variant qalmamışdı, onu görə işarələdim. Hə, deyirəm də D tapacağam. qalmışdı da. Hə, A-nı oxuduq axı məncə. A-nı oxuyub sonra Y-yə keçdik. A-nı oxuduq, sadəcə A-nı mən çıxdaş eləməmişdim, amma Y-dən başlayanda o çıx Mən gedir. oraya çıxdım da, dedim A-nı çıxmışıq, Y, D, C-ni də Ha. çıxdıq, B qalır da. Hı. Eyni şeydir də B-nin mahiyyəti. 20-yə baxaq, ay. Müəllim 20-yə baxaq, sonra qayıdarıq 18-ə. Mən 20 qısadım. 18-ə baxaq. Şagird dərs zamanı yoldaşlarını güldürür və dərsin gedişinə mane olur. Bu zaman müəllim hansı yanaşmanı pedaqoji baxımdan daha doğru olar? Onu məndən soruşsalar daha yaxşıdır. Rəsmi öyrən eləmək qayda. Dur, çıx dərsdən bayıra. Sivi tərk elə. Koridorda ayaq üstə.
Deməli, A bəndi deyil. Rəsmi xəbərdarlıq nədir axı? Yəni B də deyil, C də deyil. Enerjinin dərsə uyğun ifadəsini nə deyir burada ya? Müəllim D-dır. D. D. Bəli. Deyir ki, o enerji dərsə ver də. Başımızı xarab eləmə. Neynən. 18-ə baxaq. Qaldı 18. Mən bir dənə sualda ümumiyyətlə həmişə elə eləyirəm. Əgər o sual mənə çətindirsə, mən onu saxlayıram. Çünki bilirəm də özüm. Çünki yorur o sual məni. Digərlərinə də adaptasiya ola bilmirəm elə olanda. Onu saxlayıram. Vay o hala ki 20 dənə sualın 17 dənəsi belə olsun. 17-sini saxlayıram. Hamısını saxlayacağıq. Hə, inşallah elə bir hal olmaz. Yenə də deməli, sinifdə keçirilən yazı tapşırığı zamanı şagirdlərdən biri mövzunu digərlərindən fərqli istiqamətdə işləyir və təqdimat zamanı öz fikirlərini aydın şəkildə ifadə edir. Müəllim təqdimatı dinlədikdən sonra şagirddən onun seçiminin səbəblərini soruşur. Şagirdlər soruşur. Fikirlərini əsaslandırmasına imkan yaradır. Müəllim, mən bu sualın ortasında başlığı yadımdan çıxır. Yəqin bir dənə məndə belə bir problem var. Ay, deməli. Saydıq bir dənə bu da qutarsaydı bir də. İş. Sinifdə. Aha, fərqli olan seçim səbəbləri. Soruşur fikirlərini əsaslanma izah etsin. Hə. Güya başa düşmüş kimi aparıram özümü. Verilmiş situasiyada müəllimin fəaliyyətini düzgün dəyərləndirməni müəyyən edin. Ay tapacağım bunu müəllim bir dəqiqə. Müəllimin şagirdin fərqli yanaşmasına əsaslandırmasını istəməsi səhvdir. Aha. Mənim D-dır cavab. Düzdür. Ayda, müəllim gördünüz içində düz dedim. Siz də içində səhv deyəcəksiniz. Gördünüz müəllim? Neçə oldu? 16 oldu. Hə müəllim. 1, 2, 3, 4. 4 dənə səhvim çıxdı, 16 dənə düzüm var. 16, əhsən. Əla. Müəllim, sizcə mən Çox yaxşıdır. miqdə müəllim mən 18 dənə yazsam, 19 dənə yazsam miqdə, oyda, mən bir dənə sevinərəm. Təbii ki, metodikadan, ixtisasdan yox. Evdənə yanlış mesaj ötürüb sonra şey eləyərəm orada. Evdən sonra ad boy verər bizə. Yəni, inşallah elə bir şey olmaz. Bunlar elə biraz asanlarıdır, biraz çətinləri də işlətəcəm sizə. Mən bunu çətin bilmişəm bayaqdan. Yox, bunlar asanlarıdır. Bunun belə şeyləri var, belə 5-6 nəfərlik. Tək adam işi 4 nəfərə işləmək lazımdır onlara. Yəqin imtahanda o qədər uzun olmaz da. Olar. Miqdar sertifikasiyada yox, sertifikasiya satdın, nənəm də bilir sertifikasiyanı. Belə. Bugünlük bir qədər, inşallah 5-ci gün görüşərik. Sağ olsun. 5-ci gün ola bilər bir çıxanaq gecə olar, amma çalışacağam gecə olmayan. 5-ci gün məktəbdə olmalıyam səhər. Çağırıblar məktəbə ona görə. Amma yəni çalışacağam ki, çatım. Yəni inşallah çatarım. Olar, əlaqə saxlayarıq.
Oldu mənim. Sağ olun. Sağ olun.